Salam, hörmətli müdavimlər və abituriyentlər. Mən ELS Akademiyanın MİQ sertifikasiya abituriyent hazırlığı üzrə kimya fən təlimçisi Səidə Bəkirova. Bugün kimya fənni üzrə belə bir sualın izahına baxırıq. Miski sulfat məhlulundan misi çıxarmaq üçün hansı metaldan istifadə olunur? Burada sualı cavablandırmaq üçün biz metalların fəallıq və metalların aktivlik sırasını bilməliyik. Həmin sıranı qeyd edirəm mən lövhəyə. Sıra başlayır litium metalı ilə litium, kalium, kalsium, natrium, magnezium, alüminium, mangan, sink, krom, dəmir, nikil, kobalt, qalay, qurğuşun, hidrogen, mis, civə, gümüş, platin və qızıl. Sırada magneziumdan başlayaraq hər bir metal özündən sonra yerləşən metalı duzunun məhluluna sıçrayıb çıxarır. Biz burada şagird bu testi işləyən zaman platin və gümüş variantlarına baxmamalıdır yəni. Çünki platin və gümüş hidrogendən sağda yerləşir, həmçinin misdən də sağda yerləşir. Misdən sağda yerləşdiyinə görə sağda yerləşən metal özündən əvvəlkini çıxara bilməz. Belə bir qayda yoxdur. Demək biz burada düşünə bilərik litium, kalsium və qurğuşun variantlarını. Litium və kalsium olmayacaq. Çünki litium və kalsium sırada ən öndə yerləşir və onlar ən aktiv metallardır. Və burada da miski sulfatın məhlulu olduğuna görə litium və kalsium məhluldakı su ilə reaksiya gedir və reaksiya nəticəsində misi sıxışdırıb çıxarmaq mümkün olmur. Reaksiya başqa istiqamətdə gedir. Doğru cavab C variantıdır və reaksiyanın kimyəvi tənliyi bu şəkildə olacaq. Qurğuşun miski sulfat məhluluna daxil olanda, baxın, sırada qurğuşun misdən əvvəldə yerləşir. Ona görə sıçdırıb çıxara bilər. Alınır qurğuşun 2 sulfat çöküntüsü və mis. Sualın doğru cavab variantı C.